İndi fikir verirsiniz, ağsaqqallıq kultunu necə dağıdırlar. Gənclərin çoxsunu danışdır. Bu yaşlı nəsil ölüb qurtarmasa biz gün görməyəcəyik. Tezislərinin məcmuu budur. Utanmırlar da. Və sizə bir şey deyim. Onlar yaşlılığında heç bir hörmət görməyəcəklər heç kəsdən və çox peşman olacaqlar bugünkü düşüncələrinə görə. Amma hərdən o qədər çətindir ki, düzgün yerə enerjini vermək, başqa cür yanaşıram özümə. O gedim səhv eləyim, səhv elədikcə öyrənim. Hərdən o qədər enerjim gedib ki, lazımsız yerlər. Bilmişəm ki, bu işıq, bu lampa 59 dəfə belə yanmadı, birində yandı. Yəni o yanmadığı yerləri bilmişəm, başa düşmüşəm, amma enerjimiz gedib ona da. Əgər sizdə ağsaqqal sözünə uymaq, dinləmək kimi gözəl bir keyfiyyət varsa, siz həyatda az enerji xərcləyəcəksiniz. Yox, elə bir hikmətiniz yoxdursa, dikbaşlığınız çoxdursa, sizə dikbaşlıq aşılayıblarsa, o zaman elə öz saysız hesabsız səhvlərinizdən öyrənmək zorundasınız. Adətən adama ağsaqqal ya bir müdrik çıxarır Allah qarşısına. Həssaslığınız olmalıdır ki, egonuza yenilməyəsiniz, o adamdan dərsləri ala biləsiniz. O sizin ömrünüzü qabağa atar. Ona görə şərqdə həmişə müəllimə hörmət eləmək çox önəmli bir, ağsaqqala hörmət eləmək çox önəmli bir məqam idi.